Salamlar hər kəsə. Mən bu günləri sizə son zamanlarda oxuduğum 2 kitabdan bəhs edəcəm. Bu dəfə istəmədim çox saylı kitabları üst-üstə yığım və uzun bir video çəkim. Elə düşündüm ki, isti-isti oxuduğum o 2 kitabdan sizə ətraflı şəkildə bu videoda bəhs edim. İstəyirəm çox uzatmadan keçim kitablar haqqındakı düşüncələrimə. Bunlardan birincisi oxuduğum Elxan Elatlı'nın Eksperiment əsəridir. Əslində bu əsər çox adama bəlkə də elə gələ bilər ki, detektiv bir əsərdir. Əslində Elxan Elatlı'nı məncə çoxlarımız detektiv bir yazıcı kimi də tanıyırıq. Amma bu əsər qətiyyən detektiv deyildi, heç əlaqəsi belə yox idi. Tamamilə ailə məişət üslubunda yazılmış bir əsər idi. Əslində mən əsəri bəyəndim nə baxımdan? Çox dolu-dolu yazılmışdı. Çünki həqiqətən heç bir boş səhifəsi yox idi və həqiqətən əsər su kimi axıb gedirdi və necə başladı, necə bitdi özüm də yəni tərəddüd içərisində qaldım. Çox sürətlə irəliləyə bildiyim bir əsər oldu. Dolu-dolu olduğu üçün və dili çox sadə, oxunaqlı olduğuna görə. Amma təbii ki, əsər ədəbi baxımdan bizə nə dərəcədə faydalıdır, onu deyə bilmərəm. Çünki düşünürəm ki, bundan daha gözəl, daha möhtəşəm əsərlər oxumuşam. Amma yenə də istəyirəm qısaca əsər barəsində öz fikirlərimi sizlərlə bölüşüm. Adından da məlum olduğu kimi əsərimiz bir eksperimentdən bəhs edir. Bizim bir baş obrazımız var. Nazir vəzifəsində çalışan Kamil Rəfizadədir. Hansı ki, bu şəxs öz gücünə, öz savadı, biliyi hesabına addım-addım irəli gedərək öz karyerasını qurub, axırda da nazir vəzifəsinə gəlib çatıb, heç kimin bir dəstəyi olmadan sırf həqiqətən savadı, dürüstlüyü, təmiz və vicdanlı olması hesabına buna nail olub. Təbii ki, əsər də Sovet dövründən bəhs eləyir və həmin dövrdə də insanların biraz öz hesabına irəli getməsi çox müşkül bir məsələ kimi görünür. Amma Kamil Rəfizadə bunu bacarmışdı. Sadəcə olur bəzən insanlara müəyyən bir status verilir, müəyyən bir vəzifə verilir və insanlar ondan sui-istifadə etməyə başlayır. Yəni həmin vəzifənin haqqını verməyə əvəzinə həmin vəzifəyə zidd olan hansısa bir hərəkətlərə əl atırlar. Bu bəzən qanunsuz olur, bəzən illegal olur, amma yenə də bunu edirlər nəyinsə xatirinə. Amma bu insan, Kamil Rəfizadə, bunu çox mənasız bir eksperiment xatirinə, yəni heyf elədi bir növ. Eksperiment onun həyatının məhv elədi. Nəyə görə belə deyirəm? Çünki Kamil Rəfizadə deməli bir gün öz yaxın dostu, jurnalistlə birlikdə bir kəndə sadəcə ziyafət üçün gedir. Həmin kənddə bir yoxsul bir insanla rastlaşır, hansı ki Mehrəli adında bir danotarandır. Tamamilə savadsız, tamamilə mədəniyyətdən uzaq, tamamilə inkişaf etməmiş bu insan Kamil Rəfizadənin birdən-birə ağlında belə bir fikir yaradır ki, mən bu insanın üzərində eksperiment aparacağam, bu insanı həqiqətən inkişaf etmiş, savadlı, təhsilli, vəzifəli bir şəxsə çevirəcəm və özü üçün də bir qarşısına məqsəd qoyur. Əslində bu çox mənasız bir məqsəd idi. Yəni mənə görə ən azından elə idi. Məncə oxuyan çoxları üçün bu mənasız görünəcək. Sırf öz belə deyək də öz prinsipləri, məqsədləri uğruna bir çox şeyə fəda etdi bu insan. Həqiqətən də əsər oxuduqda özünüz də şahid olacaqsınız ki, nələri fəda edib. Həqiqətən insan inana bilmir. Məncə dəyməzdi. Yəni ən azından həqiqətən bu qədər şeyləri qurban verməyə dəyməzdi sırf bu eksperiment üçün. Deməli əsərdə bu yaxın yoldaşı belə deyək, dostu jurnalistlə bir şərt kəsir ki, mən bu insanı müəyyən bir mərhələyə gətirib çatdıracağam filan. Dostu inanmır təbii ki. O da qarşısına məqsəd qoyur ki, mən bunu edəcəm və sən bunun şahidi olacaqsan. Həqiqətən də bunun üçün çox çalışır. Öz işçilərini bu yolda səfərbər edir. Öz Fariz Mədətov, hansı ki nazir vəzifəsində çalışarkən Kamil Rəfizadənin bir işçisi olur, Fariz Mədədov, və zavodda direktor müavini vəzifəsində çalışır. Həmin zavoda adi bir fəhlə kimi işə götürürlər. Təbii ki, o vaxtda fəhlə kimi belə işləməyə bacarmayan Mehrəli daha sonra həmin zavodda müəyyən belə deyə vəzifələrə irəli sürülür. Hamısı qeyri-qanuni şəkildə təbii ki. Daha sonra bu insan üçün hətta elmlər namizədliyi irəli sürülür, professor adı alınır və s. Hamısını da Kamil Rəfizadə edir, sırf eksperiment xatirinə. Nəticədə bu insan axırda sonda elə bir vəziyyətə gəlib çıxır ki, bütün bu edilən yaxşılıqları görməzdən gəlir. Təbii ki, bu bizim üçün təəccüblü deyil. Çünki ümumiyyətlə bizim dünyamızda da belə insanlar hədsiz dərəcədə çoxdur. Sən bir insana yaxşılıq edərsən, onu müəyyən vəzifələrə irəli sürərsən, müəyyən bir statusa gətirib çıxararsan, amma o insan o vəzifəyə çatdıqdan sonra səni saymaz, səni insan yerinə qoymaz. Məncə bu real həyatda daim rastlaşdığımız bir haldır və artıq məni təəccübləndirmir açığı. Yəqin ki, heç birimizi təəccübləndirməz.
Əsərdə də biz bunu açıq-aydın şəkildə görürük. Amma ən çox üzüldüyüm məqam, hətta əsərin bir yerində bir hadisə oldu. Bunu burada deməyəcəm, spoiler olmaması üçün. Amma mən həqiqətən oxuya bilmədim artıq. Son 100 səhifəni gedə bilmirdim. Yəni hətta dayandırmaq, başqa bir əsər oxuyub biraz bu əsərin düşüncələrindən uzaqlaşmaq istədim. O dərəcədə mənim üçün belə dəhşət bir şey idi. Heç cürə qəbullana bilmirdim və bir-iki gün fasilə verib daha sonra yenidən davam edib hər şəkildə çox duyğulara girmədən, çox fokuslanmadan bitirməyə çalışdım. O şəkildə oxudum son səhifələrini. Sadəcə etdikləri o pislik deməyək də, sadəcə bu eksperiment, bu bir oyun idi Kamil Rəfizadə üçün. Çünki Kamil Rəfizadənin buna ehtiyacı yox idi. Zaten ailəsi çox şükür yerində, 2 dənə gözəl qızı var. İkisi də ağıllı, savadlı, tərbiyəli qızlar. Plus da ki, işdə həqiqətən artıq nazir vəzifəsinə çatıb, hörməti, statusu, pulu, parası, yəni hər şeyi var idi bu insanın. Yəni onun bu mənasız eksperimentə qətiyyən ehtiyacı yox idi. Etdi və bunun nəticəsində özü də təbii ki, bu bədəli ödədi. Amma tək özü ödəmədi, bütün ailəsi ödədi. Mən ən çox buna üzüldüm əslində. Necə ödədilər, nə formada ödədilər, başlarına nə gəldi, nələr yaşadılar. Bunlardan bəhs etməyəcəm, yenə deyirəm. Spoiler olmaması üçün əslində özümü tutub saxlayıram ki, bəhs etməyəm, amma belə bəhs eləmək istəyirəm əslində. Amma yəni belə maraqlı bir əsər idi. Amma mən yenə də düşündüm ki, bundan daha yaxşı əsərlər oxumuşam. Bu səbəbdən əsərə 10 üzərindən 10 vermədim. 7 verdim səhv eləmirəmsə və səbəbi də o idi ki, mövzu əslində çox tanınmayan bir mövzu değildi, bildiyimiz bir mövzuydu. Sadəcə yəni oxudum belə deyək. Amma belə deyək də, oxumaq olar. Yəni ən azından müəyyən bizə ötürülən mənalar, sətiraltı mənalar var ki, onlar üçün oxumaq olar. Yenə də yəni qərar sizin, bir şans verə bilərsiniz deyə düşünürəm. Daha sonra bəhs etmək istədiyim əsər Viktor Frankl'dan İnsanın Anlam Arayışı adlı bu əsərdir. Bu əsərdə əslində biraz fəlsəfi, psixoloji janrda hesab olunan bir əsərdir. Əslində bu əsəri mən belə deyək də bir müddət əvvəl, yəni bir neçə il əvvəl oxumağa çalışmışdım, amma yarımçıq qoymuşdum. Çünki həqiqətən də əsərin əvvəlləri çox aşırı dərəcədə sıxıcıdır. Yəni məncə ən azından elə idi. Heç cürə irəliləmirdi. Yəni mənasız gəlirdi. Düşünürdüm, yəni niyə oxuyuram mən bunu? Amma bir müddət sonra özümü, yəni hal-hazırda bu əsəri bitirmişəm və sonuncu dəfə oxumağa başlamazdan öncə özümü bir təhər sıxdım, saxladım. Dedim, yəni bu hissələr keçsin, bəlkə də maraqlı olacaq. Deməli, əsər bir neçə bölmədən ibarətdir. Birinci bölmə çox uzundur. Demək olar ki, əsərin böyük bir hissəsini əhatə eləyir. Və burada bir toplama kampında, yəni bir düşərgədə insanların başına gələn müsibətlərdən bəhs olunur. Hansı ki, yəni bunları oxuyarkən qanım donurdu. Dəhşət bir şeylərdir. Təbii ki, müharibə zamanı insanların soyqırım olunması, başlarına gələn müsibətlər filan. Yəni bunları oxumaq çox çətindir, düşünürəm. Və bu əsəri, yəni o hissələrini oxudum, amma açığı o hissələri çox qəşəng bir şəkildə yazar yazmışdı. O hissləri ötürə bilirdi deyə bəyəndim. Sonuncu paraqraflar o qədər də çox ürəyimi açmadı. Təbii ki, bəzi sətiraltı mənaları var idi əsərin. Misal üçün nələrdən bəhs edə bilərəm sizə? Bir insanın həyatında bir şeydən əgər hədsiz dərəcədə qorxursa, qaçırsa, ondan heç bir zaman qurtula bilməz deyir bizə yazar. Yəni əgər bir şeydən sən qaçmaq, qurtulmaq istəyirsənsə, onunla üzləşməlisən. Yəni onu qəbul etməlisən, mənimsəməlisən bütün varlığınla ki, bu belə oldu. Yəni onu qəbul etdiyin anda artıq ondan qurtulmuş olursan. Adi bir elementar nümunə çəkimizsə, əgər yuxusuzluq kimi bir probleminiz varsa və yata bilmirsinizsə, əksinə yatmağa çalışmaq əvəzinə yatmamağa çalışın. Yəni oyaq qalmağa çalışın, onun əksini yoxlayın. Bu zaman həmin problem ortadan qalxır. Daha sonra nədən bəhs edeyim? Əsərdə həmçinin bizə ötürülən bir dənə mesaj da var. İnsan başına gələn hadisələrə verdiyi reaksiyadan ibarətdir. Yəni hər birimizin başına pis hadisə gələ bilər. Amma biz həmin hadisələrə necə reaksiya verərik? Yəni oturub ağlayaraqmı, müqavimət göstərərəkmi, yoxsa qəbullanaraqmı, yoxsa həmin hadisədə ən azından 1% belə olsa müsbət tərəfi görməyə çalışaraqmı? Həqiqətən insan verdiyi reaksiyadan çox şey asılıdır. Hər birimizin həyatında problemlər olur, hər birimizin qarşısına müəyyən müsibətlər çıxır. Amma bizim ona verdiyimiz reaksiya çox önəmlidir bizim yaşaya bilməyimiz üçün. Həyatın mənası nədir? Bir də ən əsas məsələ, bu əsər ondan bəhs edir. İnsanın Anlam Arayışı adı üstündə əsərin adı. Həyatın mənası, amma yazıçının qeyd etdiklərindən əlavə mən şəxsən öz fikrimi bildirəm.
düşünürəm ki, həyatın mənası insandan insana dəyişən bir şeydir. Yəni bəziləri üçün bu sadəcə xoşbəxtlik tapmaqdır, bəziləri üçün hüzurlu olmaqdır, bəziləri üçün pul, para, maddiyatdır və yaxud statusdur. Yəni hər kəs mənanı müxtəlif şeylərdə axtarır. Yəni mənim üçün məna mənəvi şeylərdən bağlı bir şeydir. Yəni mən maddiyyatla həyatın mənasını qətiyyən əlaqələndirən bir insan deyiləm. Amma elə insan ola bilər ki, bunun əksini iddia edə bilər ki, bu da onun şəxsi fikridir və ona hörmətlə yanaşırıq. Amma yəni ümumən götürəndə çox kiçik bir əsərdir əslində, 100 neçə səhifəlikdir, amma çox mənalıdır. Mən bəyəndim, həqiqətən sevərək oxudum. Tövsiyə də edirəm. Hətta əsərin üst hissəsində yazılıb ki, 30-un üzərində dilə çevrilən, 15 milyondan fazla satan başucu kitabıdır. Məncə oxuyun, bir şans mütləq ki, verin bu əsərə. Düşünürəm ki, sizin üçün də faydalı ola bilər. Yəni bu şəkildə bu günləri 2 dənə əsas kitabdan bəhs eləmək istədim. Bir də ən sonuncu olaraq bu ajandanı göstərmək istəyirəm. Hər günə bir soru ajandasıdır. Ümumilikdə 5 illik bir gündəlik kimi hesab olunur və hər gün bir müxtəlif suallar verilir. Mən 2025-ci ildə başlamışdım. 1 ili başa vurdum, sualları cavabladım. İndi 2026-cı ildə yenidən başlamışam. Mənim özümə də əslində çox maraqlıdır. Məsələn, keçən il bu suala mən necə cavab vermişəm. Ona görə mən düşünürəm ki, siz də əldə edə bilərsiniz. Əslində Pegasus yayınlarındandır. Trendyoldan səhv eləmirəmsə ala bilərsiniz. Mən özüm hardan aldığımı xatırlamıram. Üstündən artıq 1 ildən də çox zaman keçdiyi üçün. Amma düşünürəm Trendyolda olar. Belə BKM-də filan da bəlkə tapa bilərsiniz. Yəni kitab saytlarından əldə etmək olar. Bəlkə də kitab mağazalarımızda da var. Amma istədim bunu da göstərim ki, sizə. Yəni çox yaxşı bir şeydir məncə. Mən ajandaları ümumiyyətlə sevirəm. Bu da daha mənə mənalı gələn bir ajandadır. Yəni boş-boşuna vərəqlər toplusundan ibarət deyil ən azından. Bu şəkildə bu videoda bu kitablardan bəhs elədim. Ajandanı sizə göstərdim. Fikirlərinizi istəyirəm ki, rəylərdə mənimlə bölüşəsiniz. Əgər sizin də oxuyub çox sevdiyiniz kitablar varsa, onları da bölüşə bilərsiniz. Və bu bəhs etdiyim 2 kitabda barəsində də hər hansı düşüncəniz varsa, onu da bölüşə bilərsiniz. Əgər oxumusunuzsa, bu şəkildə dəstək üçün kanalıma abunə olmağı, like etməyi unutmasanız çox sevinərəm. Növbəti videolarda görüşənədək hələlik.